Salam, hər vaxtınız xeyir olsun. Qarabağ 20 oyun öncəsi mətbuat konferansına xoş gəlmişsiniz. Öncə Qurban mənim fikirlərini bilirsiniz, daha sonra suallara keçək. Salamlar Mərvinizi. Xoş sizləri burada görmək yenə. İlk öncə Sabahı təbrik eləmək istəyirəm. Çox böyük uğur, çox böyük nailiyyət əldə elədilər. Və eləcə də sizləri, azarkeşlərimizi yenidən Çempionlar Liqasının oyunları bizim gözəl Bakı şəhərimizdə olacaq və bu çox xoş oldu. Uğurlar arzulayıram Sabah komandasına. Və eləcə də özümüzə gəldikdə çox vacib oyundur bizim üçün. Çox yaxşı komandaya qarşı oynayırıq. Çox baxımlı futbol göstərən bir kollektivə qarşı oynayırıq. İnanıram ki, çox maraqlı oyun olacaq. Çoxlu sayda hər iki komanda tərəfindən gedişlər olacaq. Bəlkə də hazır olmadığımız və yaxud onların hazır olmadığı gedişlər olacaq. Və ümumən hal-hazırda son şansımızdır. Çalışacağıq maksimum bundan istifadə etməyə və azarkeşlərimizi sevindirməyə. Və belə demək olar ki, hazırlığımız pis keçməyib. İnşallah gözləyirik sabahki günü. Bu qədər. Buyurun, suallara başlayalım. Buyur. Mən sabahdan da orada arzulayıram. İki sualım olacaq. Birinci sualım ondan ibarət ki, Qarabağ indiyə qədər Avropa kuboklarda səfərdə qalib gəldiyi oyunun yalnız birində cavab oyununda uğursuz olur. O da Apoel Kiprin. Bu trend ilə o Apoel qədər təhlükəlidir, yoxsa yox? İkinci sualım ondan ibarətdir. Azərbaycan futbol tarixində müasir indiki dövrdə müstəqillik dövründə ən kritik oyunlarda, 3 oyunda bizim yerli oyuncular qol vuraraq komandasını Avropa kuboklarında növbəti mərhələ. Biri Bəhluldur. Brağa'nın oyunda qol vurdu. Komandayı Azərbaycan futbol tarixində ilk dəfə mərhələ aldı. İkincisi Bəhlul deyirəm. Nəriman. İkinci Bəhlul'da aynı taxta vurduğu o, mən də tez vurdu. Sözün zamanındadır ki, bizim indiki dövrdə legionerlərin çox olduğu dövrdə bir Azərbaycanlı futbolçunun bu səviyyədə qol vurmağı təsadüfdür, yoxsa ki, bizim futbolçuların xarakteridir? İlk olaraq biraz mənim üçün fərqləndirmək çətin olar. Yəni Apoel'la bugünkü Twentini. Çünki ildən ilə futbol dəyişir. Mən dəfələrlə bildirmişəm bunu fikirlərimdə. Biraz o qədər də necə deyim, asan cavab veriləsi sual deyil. Çünki fərqli komandalardır. O vaxt bizim fərqli komandamız var idi. Fərqli çempionatlardan gəliblər. Və mən belə oyunlarda ümumiyyətcə rəqibdən çox özümüzü həmişə dəyərləndirmişəm. Özümüzün hazırlığımız hansı səviyyədədir? Biz özümüz bütün heyətlə biz bu oyuna hazırıqmı? Yəni istənilən gedişləri, istənilən dəyişikləri biz oyun gedişatında edə biləcəyikmi? Məni bir bazı narahat edən tərəf bu tərəfidir. Hansı ki, belə deyək, sağlam olmayan oyuncularımız var xeyli sayda. Əsas budur. Amma digər tərəfdən yəni bir oyundur. Yəni burada istənilən nəticə ola bilər. Amma mən biraz belə şeylərə çox da önəm vermirəm. Hansı ki, səfərdə biz udmuşuq, qalib gəlmişik və yalnız birində məğlub olmuşuq deyə belə bir fikri başımda, düşüncəmdə yəni görmək istəmirəm. Çünki bu mənə mane ola bilər. Sadəcə hamımız fokuslanmışıq bu oyuna. İnşallah həddindən artıq diqqətli olmalıyıq. Futbolçular meydanda həddindən artıq yəni diqqətli olmalıdırlar ki, çünki rəqibin çox hücum xəttində çox potensiallı futbolçuları var və xeyli sayda onların düşünülmüş hücumları var. Biz buna hazır olmalıyıq. İnşallah çalışacağıq hər şeyin qarşısını almağa istənilən və əsas da ki, öz etmək istədiklərimizi meydanda yaxşılaşdırmaq və bunu təkrarlamaq. O ki, qaldı digər Azərbaycanlı futbolçuların belə oyunlarda qol vurmasına və buna ancaq sevinə bilərik. Əlbəttə ki, təsadüf deməzdim. Bəlkə də bu onların bir yazısıdır. Yəni onların bəlkə də bir alın yazısıdır. Hansı ki, həqiqətən də illər boyu o uğurlara dönəndə o futbolçuların adı çıxacaq. Yəni və burada da Azərbaycanın adı olması əlbəttə ki, bu yəni çox sevindirici haldır. Amma hər bir oyunçunun üzərinə düşən bir məsuliyyət var, yük var, hansı ki onu
layiqincə aradan qaldırırlarsa, yəni biz buna ancaq böyük dəyər verə bilərik. Və onları təbrik edirəm, həmin futbolçuları təbrik edirəm ayrı-ayrılıqda və əfsuslar olsun, bəzən görürsən ki, bu cür oyuncular davamiyyətli olmurlar, bəzən az sayda oyuna çıxırlar və bəzən unudulurlar, amma həqiqətən də onların gələcəkdə unudulmayası çox böyük bir izləri var, hansı ki, ona görə onları təbrik edirəm. Buyurun. Buyurun. Mən Çavaşovla doğru arzulayıram. Səfərdən bir istəsəndə qələbələr gördünüz. Belə oyunlarda sizin üçün əsas təhlükə nədir? Yəni, hesablı oyuncularda müəyyən qədər rahatlıq, yoxsa rəqibin yetişən olasınız? Təhlükə bizim hesabda öndə olmağımız ki, rəqib daha ciddi hazırlaşır və daha da ola bilər ki, öz potensialını maksimum meydanda göstərə bilsin. Yəni budur, amma hər bir halda bizim 1-0 irəlidə olmağımız bu əlavə üstünlükdür əlbəttə ki və dediyim kimi onların da ümumiyyətcə orada Hollandiya çempionatında yəni belə bir qərar qəbul olundu federasiya tərəfindən play-off mərhələsində bütün komandalar hətta tur yoxdur, səhv etmirəmsə, tur olmur ki, play-offa yaxşı hazırlaşa bilsinlər və hətta qrupa belə düşməsələr də öz xal ehtiyatlarını, ölkə reytingini daha da yaxşılaşdırsınlar və hal-hazırda onlar da bir həftəni yaxşı hazırlaşıblar. Yəni təhlükə, necə deyim, təhlükə biz gözləmirik. Sadəcə mən yenə deyirəm ki, bizim özümüz çox vacibik. Özümüz nə cür bu oyuna fokuslanacaq, nə cür hazırlanacaq, amma qeyd etdiyim kimi mənim üçün məsələn onlar çox maraqlı futbol oynayırlar, çox belə baxımlı futbol oynayırlar. Hansı ki mən özüm də belə futbol xoşlayıram. Sistematik, hər şey yerində, hər düşünülmüş, hər hücum düşünülmüş, hər addımları düşünülmüş bir yəni hücumlardır, atakalardır və belə maraqlı olacaq. Yəni mənim özüm üçün də, futbolçular üçün də maraqlı olacaq ki, oyunun gedişatında daima elə mən daxil oyun içində olmalıyıq ki, gedişatı yəni əlimizdə saxlaya bilək. Evet, sağ olun. Buyurun. Kullanmayı bilirik ki, siz genç futbolçularla işlemeyi sevirsiniz ve həmçinin karakter geliştirdiğiniz vaktiyle hem Zahra da hem karakter programları hem de hoşla enflansiyonu olub, belə digərləri. Mənə maraqlı, yəni, Hikmət Cəbrayil Zahra ilə Bəşirov necə bilirik ki, özünüz də qeyd etdiniz, rəsəbindən intəhvürlərlə bir qədər sıxıntı var. Yəni, futbolçular əgər oyunun canlarsa, zərbət yanlarsa, həmin bu oyunun ağırlığını daşıya bilərlər, psixoloji olaraq hazırdılar mı bu maçı? Düzü, məncə Hikmətdə problem olmaz. Çünki nə qədər vaxtı bizdəndir, nə qədər vaxtı yəni bu kollektivin içindədir və bəzi oyunlara da çıxıb, bəzi oyunlara da iştirak edib. Amma Əli Bəşirov üçün bəlkə biraz risk olar. Çünki ilk dəfə, yəni hətta yəni bu komanda ilk dəfə olanda, hansı ki bu Avrokubok oyunlarında yəni o həyəcanı həddindən artıq hiss olunurdu və bu sevinç həyəcanı idi. Bu ola bilər ki, bir balaca ona təsir eləsin, amma yenə də məcbur olsaq, yəni çəkinmədən yəni meydana buraxmağa mən hazıram. Çünki zaten futbolçular, gənclər, biz özümüz bu cür böyümüşük. Hansısa bir hisslərə getmişik, hansısa bir böyük səhvlər eləmişik və bu cür gəlib az da olsa bu səviyyəyə çatmışıq. Amma hər bir halda yəni yenə deyirəm ki, istənilən halda yəni onları meydana buraxmağa mən çəkinməyəcəm. Yəni oyun gedişatına görə lazım olsun, mütləq bunu addım atacağıq. Buyurun. Tapşırıqlar mütləq olacaq. Yəni mütləq biz orada bəzi səhvlərimiz oldu, onları aradan qaldırmalıyıq. Bəzi gedişatlarda mütləq şəkildə dəyişikliklər eləyəcəyik.
Amma rəqib inanmıram onlara çox dəyişiklik eləsinlər. Çünki onların da öz optimal heyəti var, hansı ki onu yəni biz oyunlarını analiz etmişik, hansı ki daha çox meydanda olan heyət var, hansı ki onları meydana buraxmaq üçün onların bu bir həftə yaxşı vaxtı oldu. Onlar tam hazırlaya biləcəklər. Və belə bizdə elə də bir ciddi dəyişiklik gözlənilmir. Çünki dediyim kimi biraz oyunçu sayına görə, oyunçu problemlərinə görə bu addım ata bilərik. Amma hər bir halda dəyişiklik oyunun gedişatında hansısa bir hücum xəttində və yaxud müdafiə davranışında hansısa bir dəyişikliklər olacaq. Buna biz çox diqqət ayırmalıyıq. Amma dediyim kimi sabah hər birimiz maraqlı oyun gözləyir. Belə çox inanıram ki, hər iki komanda tərəfindən düşünülmüş bir oyun olacaq. Uğurlar verirsə, sualım Füzuli qurbanının başvurulması istəyir. Dinamo Kiyevdən oyundan sonra Mixon da açıqlama verərkən, yəni özünə inanırdı ki, sanki Twente ilə oyunda start heyətində olacaq və bu oldu. Özündə çox yaxşı tərəfini göstərdi. Qolda da yəni məsuliyyət ötürməklədi. Onunla başvurulmaq istəyirdim ki, sabahki oyunda nə qədər realda onun start heyətində olması və onun ümumi hazırlıq durumundan rahatsızmı? Sabah ümumiyyətcə, yəni bugün də məşqimiz var. Ola bilər sabah səhər də məşq eləyək, son məşqimizi. İstənilən oyunçunun, belə deyək ki, meydanda olma şansı var, o cümlədən də Musanın. Onun hazırlığına gəldikdə, bəli, son vaxtlar daha özünü yaxşı tərəfdən hiss eləyir, göstərir və xeyli, zədəsindən sonra xeyli irəliləyiş olub, dəyişiklik olub. Və belə əlbəttə ki, hamımız istəyər ki, daha da yaxşı olsun və gözləyirik də ki, daha yaxşı olmalıdır. Çünki həm oyunçunun özünün buna ehtiyacı var, həm də bizim kollektivin, oyunçuların yaxşı olmasına ehtiyacı var. Çünki get-gedə yəni təkcə ümumiyyətcə Qarabağı yox, ümumiyyətcə bütün Azərbaycan futbolunu, Azərbaycan klublarını ciddi almağa başlayıblar rəqiblər. Bu bizim üçün əlavə bir problemdir, belə deyək bir tərəfdən, amma digər tərəfdən inkişaf üçün bu böyük bir sıçrayışdır bizim üçün. Çünki dediyim kimi, yəni dünənki sabahın uğurlu nəticəsindən sonra mən inanmıram ki, indidən sonra Azərbaycanın hansısa bir klubuna istənilən Avropa klubu elə-belə yanaşsın. Və bunun da dediyim kimi bizə ancaq faydası olacaq, ziyanı olmayacaq. Ünvan. Mən son zamanlar ki, mən vaxtında tez-tez Apoel futbolçusu Diego Rosa'nın Qarabağa transfer olmağı bağlı xəbərləri aydın Qarabağa təşkilatı olmağı deyilir. Yəni o futbolcu inşallah Qarabağa olacaq. Bilmirəm, ola bilər və yaxud olmaya bilər. Çox oyuncular var, yəqin çox oyuncuların adları gedir. Baxıram bəzən hər gün hansısa bir ad, familiya gedir yazılarımızda. Belə hər şey ola bilər. Bunlar hazırlamış öncə, illər öncə bir zırmaqdan da məsələn sərgilənməkdə yaratmışdır. Maraqlıdır, Qurban mənim üçün həmin güclüdür, yoxsa hansı fərqlər var, hansı üstünlüklər? Bəlkə nəsə deməyim mənim biraz yanlış alınar. Bir tərəfdən desən ki, bugünkü Twente güclüdür, deyəcəklər ki, özünü sığortalayır ki, birdən məğlub deyəcək, bunlar güclüydülər. Yəni hər biri, yəni bu səviyyədə belə deyək, zəif komanda olmur. Bu səviyyədə necə deyim, zəif istək olmur. Amma bir şey mən əminliklə deyə bilərəm ki, yəni bundan 3 il ki, 5 il ki futbolla bugünkü futbol arasında çox böyük fərq var. İstər sürətdə olsun, istər dinamikada olsun, istər taktikada olsun, istər texnikada olsun, istər məsuliyyətdə olsun. İstənilən komponentlərdə bugünkü komandalar, bugünkü futbol daha üstündür. Yəni sadəcə bunu deyə bilərəm. Hacı İlansa görməmişdim, sən bunu nəfə gördüm, maşallah. O boyda. Maşallah biriniz Kipirdən, biriniz Polşadan, biriniz də vardan. Biriniz Polşadan xəbər verirsiniz, biriniz Kipirdən maşallah. Yəni o da ola bilər o siyahıda olsun. Yəni o
normal haldır. Çünki indi hal-hazırda elə bir dönəmdir ki, istənilən futbolçu ilə maraqlansaz, bəlkə də bir hərəsindən bir 5-10 klub bunun adı çəkilir. O cümlədə o da ola bilər ki, bizim siyahımızda olsun. Görək də. Buyurun. Mən bir tane sual verim. Qarabağ Dinamo Zagreb'in oynayanda piyasası həm orada olmuş, həm Bakıda olmuş. İndi trend yenilədi. Yine de mənim ikinci trenddə əsas 3 oyuncusu komandanın oyunu. Biri Zevki orada da bir Beykosta orada bir piyasa. Biraz piyasa hemen yani birinci oynadığım cevapta daha aktif idi. Zevki ile Beykosta ile var olmayan futbolcular. Piyasaya karşı yine husus tədbirlər görməyəcək. Oyuncunu saxlamaya etməlisə. Ümumiyyətcə, hər oyuncunun öz üstün xüsusiyyətləri var. Biz mütləq şəkildə o oyuncuların ayrı-ayrılıqda üstün cəhətlərini futbolçularımıza göstəririk, bildiririk və onun qarşısını almaq üçün yəni hansı bir addımlar atırıq. Yəni onlar çoxdular. Hücum xəttində onların sayı çoxdur. Yəni hansı ki çox aktiv topla davranan oyuncular var hücum xəttində və hər birinə qarşı yəni diqqətli olmalıyıq. Yəni futbolçular çox diqqətli olmalıdırlar. Çünki dediyim kimi onların hücum potensialı yuxarıdır. Həm qol vurma qabiliyyətləri var, həm ötürmə vermə qabiliyyətləri var, həm birə-bir yəni yaxşı xüsusiyyətləri var. Yəni yaxşı maraqlı komandadır. Ümumiyyətcə bu komandanın gələcəyi yəni bu cür davam eləsə daha böyük uğurlar əldə edə biləcək potensialdadır. Başqa sual yoxsa Çox sağ olun, təşəkkürlər.